Salam dostlar, bugün sizə başıma gələn maraqlı bir hadisəni danışmaq istəyirəm, həm də video çəkmək istəyirəm. Deməli, maşınımı qəza eləyən zaman bir ehtiyat hissəsi lazım idi. Los Angeles'da tapılmırdı, amma çox küləklidir. Los Angeles'da tapılmırdı və mən qərara gəldim ki, bunu başqa ştatdan alım və oradan alan zaman mən yəni bütün maşının bir nömrəsinə kimi, yəni bütün hər bir şeyini dedim. Yəni çünki eyni olması lazım idi. Toyota Highlander'ın müxtəlif eyni ildə olsa da müxtəlif versiyaları var, hansı ki LE, SE, XLE, Limited, Hybrid Limited. Mənimki Hybrid Limited olduğu üçün və sizə çəkəcəm indi necə bir şeydir. Arxa bumper lazım idi və Hybrid Limitedlərin də arxa bumperi bu görürsünüz yəqin ki burada belə bir xrom var. Yəni mənə bu lazımdır. Bu hissə yox, bu hissə lazımdır. Hansı ki burada görürsünüz, yəni burada cızıqlar zad var. Bunu dəyişəcəm və bu xrom, yəni təkcə bu xromu mən birini 80 dollara, o birisini də 75 dollara almışam. Təkcə o xromu. Digəri özününki də orijinaldır. Amma bunu özüm almışam və mənə səhv göndəriblər. Hansı ki burada yuxarıda görürsünüz, bu karabka indi açacağım. Səhv göndəriblər və səhv göndərdikləri üçün üzr də istədilər. Zəng vurdum, səs yazısına qulaq asdılar və dedilər ki, üzr istəyirik, yəni bizim səhvimizdir. Hansı ki onlar göndərəndə o xrom üçün yer yoxdur. O da yəni təbii ki maşının xüsusi gözəlliyini verir. Üzr istədilər və mənə dedilər ki, məhsulu geri göndərmək lazım deyil. Amma məhsulu dağıdıb yararsız hala salıb şəklini göndərin. Mən də qərara gəldim ki, həm sizə bunu izah eləyim. Amerikada məsələn məhsulu aldıqda hər hansı bir şey, nə istəyirsən al, geri qaytarma olur. Yəni Amerikadan alınırsansa, geri qaytara bilirsən və pulu geri ala bilirsən. Bunlar da mənə dedi ki, pulu biz full refund edəcəyik. Həm shipping pulunu, həm öz pulunu. Məhsulu da almışdım 217 dollara. Vergi təks yox idi. Yəqin ki o həmin aldığım ştatın taksi yox idi və məhsulun öz qiyməti 247 dollardır. Amma yoxdur burada. Los Angeles'da tapa bilmədim. İndi sifariş vermişəm, gələcək. Nəysə mən bunu video çəkib göstərmək istəyirəm və həmin pulu mən şəkilləri e-mail vasitəsilə onlara göndərdikdən sonra həmin pulu mən ala biləcəm. Yəni onu demək istəyirəm sizə və açım göstərim. Burada yəqin ki görürsünüz. Burada həmin o arxa hissədir, belə deyirlər. Və burada həmin o xrom da yoxdur, ya da ki xrom üçün yer də yoxdur. Burada normalda həmin o xromun şurupları üçün müəyyən deşiklər olmalıdır, ya da ki yuvası olmalıdır. O yoxdur. Ona görə də bunlar mənə səhv göndəriblər. Və hal-hazırda belə bir bıxça almışam. Balta almaq istəyirdim, balta tapa bilmədim və bıxça almışam. Tam təzədir. Yəni görürsünüz, yəni yaxından göstərim. Heç bir cızığı belə yoxdur. Görürsünüz yəqin ki, heç bir problemi olmayan təzə bir şeydir. Bumper.
Bayaqdan deyirlər, bu neyniyir burada? Ya. Bu yararsızdır yani bu heç. Bu hissə də yararsızdır. Belə 4 hissəyə ayırdım və əlimi də yaraladım. Всё. Bu qədər. Güman edirəm ki, şəkilləri göndərdikdən sonra pulumu alacağım. Yoxsa boş yerə dağıtmış oluram. Karabkanı da əzib bura qoyaram zibilliyə. Bu qədər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Və aldığınız malı diqqətlə alın. Yəni Azərbaycanda belə bir şey yoxdur təbii ki, amma yəni olacaq yəqin ki, çünki alıcılıq yəni müştəri daima haqlıdır söhbəti hər yerdə olacaq. Bu qədər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.